Qanın təmizlənməsi niyə vacibdir və neçə müddətdən bir olmalıdır? Çox gözəl bir sualdır. Həqiqətən verilir mənə bu sual ki, doktor, niyə biz qanımızı təmizləməliyik? Çünki bizi yaşadan qandır. Yəni biz nə qidalanırıqsa, ağız boşluğundan mədəyə nə keçirsə, hər biri qaraciyərdən keçir və qaraciyərdən nələrlə baş veribsə, nələrlə təmas qurulubsa, hər biri qana təzədən qaytarılır. Yəni bizim qidamızın tərkibindən qəbul etdiyimiz dərman preparatları və yaxud da içki məhsulları fərqi yoxdur. Hər nə olursa olsun, hər biri qaraciyər vasitəsilə qana təzədən sorulur. Və əgər biz qidamızın tərkibində yüksək səviyyədə xolesterin, şəkər, hər hansı bir zərərli bir qidalar varsa, onlar bizim qanımıza daxil olur və bizim qanımız olur toksik bir qan, zərərli bir qan. Və biz o qanı ilə bütün orqanlarımızı qidalandırırıq. Gözümüz, beynimiz, bütün orqanlarımız o cür qanla qidalanır. Ona görə də məsələn kimin əgər zəif bir nöqtəsi varsa, gözündə zəiflik varsa, daha çox gözünə fəsadlar vermiş olur və yaxud da xolesterinə zaten meyillidir. Plus da xolesterinli bir qida qəbul edirsə, bu yaddaşın zəifləməsinə. Çünki ən xırda damarlar beynimizdədir, gözümüzdədir, ürəyin koronar damarlarındadır. Hansı ki o ürəyimizin əzələsini qidalandırır və o xırda damarların tıxanması səbəbindən orada yenilənmə, sirkulyasiya baş vermədiyi üçün orada qidalanma da zəif olur. Kimləri deyir gözüm zəifdir, bulanlıq görürəm, kimi deyir yaddaşım zəifdir və yaxud kimisi deyir ki ürək sıxıntılarım var, damar və yaxud təzyiq problemləri ilə rastlaşıram. Bu cür problemlərlə daha çox uzun müddət yaşayanda fəsadlarla nəticələnir. O fəsadların baş verməməsi üçün profilaktik olaraq ildə 2 dəfə qan təmizləmə ola bilər. Sadəcə olaraq protokol üzrə 4 dəfə 3 gün və ya 5 gün aralıqla edə bilər bir şəxs. Amma bunun təsdiqlənməsi üçün xəstənin çəkisi və bir də qan dəyərləri çox önəmlidir.